Bir daha Allah'ın salamı üzerinize olsun. Allah işlərinizi avand eləsin. Allah sizin gələn günlərinizi xeyrə mübəddəl eləsin. Söhbətimiz deməli Yasin surəsinin ayələrinin dua kimi işlədilməsindən gedir. Deməli 38-ci ayədə qaldım. Bir dənə məsələni nəzərinizə çatdırım, sonra söhbətimizə yenə davam elətdirərik. Mənim 1028-ci söhbətimin şərhində yazıblar ki, güya Yasin surəsini ölülər üçün oxumaq düzgün deyil. Mən ona cavab olaraq konspekt halında 4 dənə vərəq, bu yüzdü, o yüzdü yazmışam. Amma sizə söz vermişdim ki, Yasin surəsinin fəzilətləri haqqında danışacağım. Ona görə dedim, bunları danışım. Yəni, gələn söhbətimdə, indi edəcəyim söhbət də, yəni Yasinin fəzilətləri haqqındadır. Gələn söhbətimdə həmən adamın sualının cavabını verəcəm. Mən fikirləşdim ki, orada onun, yəni şərhlərdə yazsam, əsəblənəcəm, yaşlı adamım da, səbrim tutmur. Bir də görürsən, A yazmaq istəyirsən, su düşür. Nəsə, məsələn, R yazmaq istəyirsən, P düşür. Adam əsəblənir. Ona görə mən elə öz yazımla yazdım, konspektdən. Dedim, həm danışaram, həm də cəmiyyət də qulaq asar. Ola bilər bu dinləyicilərin içində başqaları da bəlkə də bu fikirdədir. Əslində mən bu barədə yazmışam və irəlidə danışmışam. Deməli, həmən söhbətlərin də nömrələrini mən yazmışam. Yəni, mənim 267 və 268 şəhidlərin bərzəx aləmində olan yerləri və onların Allah tərəfindən ruziləndirilməsi. Sonra 281-ci söhbət. Mən bunları deyirəm ki, yəni siz də işləsöz, ora müraciət edib baxa bilərsiniz. Yəni mənim səhifəmə girib həmən nömrələrə baxa bilərsiniz. Bərzəx aləminin Qur'an-ı Kərimdə olmasının dəlil və sübutu. Yəni bərzəxin olması Qur'anda da bizə xəbər verir. Bərzəx də yəni bu dünya ilə qiyamət olan dünyanın arasında olan bir aləmdir. Bərzəx sözünün də mənası divar deməkdir. Yəni bu dünya ilə o dünyanı bir-birindən ayıran. Sonra 311-ci Qur'anın kəlmələri ilə bizim sözlərimizin fərqi. Yəni Allahın sözü ilə bizim söz eyni olmamalıdır ki. Ona görə orada izahat vermişəm. Ta deməli 311-dən 313-ə qədər, yəni 3 dənə söhbətdir bir-birini dalacaq. Sonra 315 Qur'anın insanların dərdinə şəfa olması. Bizim kəlmələrdən şəfa olar, insana had deyinər. Nələrsə de, hansı cümlələr deyirsən de, xeyri ola bilər, olmaz. Amma Qur'anın kəlmələri, cümlələri insan üçün ruzi nöqteyi nəzərindən xəstəlik, hörmət, izzət, bərəkət və s. 376 şəhidlər ölmür. Xülasə, amma o ki, indiki söhbətimdən sonra danışacağım Allahın izni ilə, Allah hamımıza ömür versin sabah, o tamam başqa cürdür. Hamınızdan xahiş edirəm, ona da yaxşıca qulaq asarsınız və fikirlərinizi şərhlərdə deyərsiniz. Yasin surəsinin deməli 38-ci ayəsinin, yəni
insanlara dəyən xeyri də düşməni ram etmək üçün 38-ci ayəni oxumaq lazımdır. Ayə belədir. Və şəmsi təcri müstəqərrillə zalikə təqdirül əzizil əlim. Onu da deyim ki, 83 dənə ayədir Yasində. Ayə də ki, yəni cümlə deyiləndən sonra elə bir ki, dedin ki, və şəmsi təcri müstəqərrillə zalikə təqdirül əzizil əlim. Əlimdən sonra, yəni cümlənin sonunda ki, qoyulub 5, məsələn, bir ki, 5-ci ayədir. Yəni, nöqtə, həmən rəqəm əvvəldə qoyulsa, əvvəldəki ona hesablanmır. Həmişə ayənin, cümlə deyilir, axırında nöqtə qoyulur da. Nöqtənin də arasında Quranda rəqəmlər qoyulur. 1-ci ayə, 2-ci ayə, 3-cü ayə və s. 39-cu ayə. Dəliliyə qarşı 39-cu ayəni yazıb, dəlinin boynundan asmaq lazımdır. Vəl-qəmərə qəddərnahü mənazilə xəttə adə kəl-ürcunil qədim. Yəni, bu 39-cu. Axırda da nöqtə var. Nöqtənin də içində girdə şəklində də orada rəqəm yazılır. Cümə gecəsi 40-cı ayə 7 dəfə oxunsa, hacət yerinə yetər. Yəni, nə istəyiz olsa. Amma burada bir məsələ var da, yəni, çalışın duaları yaxşı saatlərdə oxuyun. Yaxşı saatlər necə? Məsələn, cümə günləri oxuyun. Ən gözəl gün İslam aləmində, yəni 5-ci gün sayılır. Yahudilərdə, məsələn, Musa Nəbi əleyhissalama itaət edənlər Yahudilərdir də, onlarda 6-cı gün sayılır. Amma bizdə 5-ci gün, biz üçün bayramdır, həm də yaxşı gün sayılır. 5-ci günlər, sonra gecənin 3-dən 1 hissəsi. Gecənin 3-dən 1 hissəsi necədir? Elə bir ki, günəş ki, batdı. Məsələn, ta ki, 7-də batdı. Sabah neçədə çıxır? Məsələn, 7-də. Neçə saat oldu? 12 saat. 12 saatı bölürsən 3 yerə, 4 saat, 4 saat, 4 saat. O ki, 3-cü 4 saatdır, sübhə yaxın, namaza yaxın, həmən saatlar yaxşı saatlar sayılır. İkinci bir xəbərə görə Quranda var. Gün batmağa 1 saat qalmış. Həmişə axşamüstü gün batmağa 1 saat qalmış. Və bir də sübh vaxtları, namazdan sonra, yəni gün çıxana yaxın, gün çıxmamış. Və başqa cür desəm, siz onları ələ gətirə bilməzsiniz. Amma bu dediklərimi inşallah ki, ələ gətirərsiniz. Həmən saatlarda oxuyun, inşallah bəhrə verər. Siratdan asan keçmək üçün davamlı olaraq 41-ci ayəni oxumaq lazımdır. 3 gecə müddətində hər gecə 30 dəfə 42-ci ayə oxunsa, Peyğəmbər salavatullahını yuxuda görmək olar. Yuxuda görmək olar, ancaq burada görürsünüz, şərhin yazmayıb, bunun qaydaları var. Peyğəmbəri, imamları, ya hansısa bir meyyiti, ölünü görməyin yolları var. Bunlar özdə yoxlanılıb dəqiqət, amma gerək o qaydaları düzgün eləyəsin. Bunu eləyən əvvələn birinci Allaha ən yaxın insan olmalıdır. Yəni mömin olmalıdır, günahdan pəhriz eləyən olmalıdır Allaha. Yəni nə qədər yaxın olsa, bir o qədər onun istəkləri tez hasil olar. Eyni zamanda tək otaqda yatmalıdır. O yatdığı otaqda ikinci bir adam olmamalıdır. Divarlarda şəkil olmamalıdır. Özdə yatanda üzü qibləyə yatmalıdır. Üzü qibləyə nətər? Can verən insan nətər can verir? Arxası üstə, ayaqları, pəncələri qibləyə tərəf olur. Amma dəfn eləyəndə nətər olur? Sağ cınaq üstə, üzü qibləyə olur. Ayaqları gün çıxan tərəfdə, baş tərəfi isə gün batan tərəfdə, üzü də qibləyə. Yəni, belə eləsə, bəli, Peyğəmbəri görə bilər.
yuxuda görə bilər. 3 gecə müddətində hər gecə dediyim kimi amma gərək savab əhli ola da, Allaha yaxın adam ola. Hər insanda o baş vermir. 42-ci ayə oxunsa Peyğəmbəri yuxuda görmək olar. Kim 43-cü ayəni 100 dəfə oxusa kamil imanla dünyadan gedər. Hər kəs 44-cü ayəni davamlı olaraq oxusa nicat tapar və cənnətə gedər. İşlərin getməsi üçün davamlı olaraq 45-ci ayəni oxumaq lazımdır. Kim həmişə 46-cı ayəni oxusa möhtac olunmaz. Hər kəs həmişə 47-ci ayəni oxusa qəbir sualı onun üçün asan olar. Kim 48-ci ayəni özü ilə gəzdirsə suya batmaqdan qorunar. Suya batmaq deyəndə yəni bəlalardan qorunar da, bu quruda gəzilir də, quruda batmayacaq. Suda batma məcazi mənadadır. Kim 49-cu ayəni özü ilə gəzdirsə daşqalaq olunmaqdan amanda qalar. Qəribə sirləri açmaq üçün 50-ci ayəni oxumaq lazımdır. Kim 7 dəfə salavat göndərib 51-ci ayəni oxusa muradına çatar. 52-ci ayəni duza oxuyub ota atsalar cəmaatın ona qarşı olan dili bağlanar. Zərərindən qorunmaq üçün, düşmənin zərərindən qorunmaq üçün 53-cü ayəni oxumaq lazımdır. 54-cü ayəni davamlı olaraq oxumaq ədalətli olmağa səbəb olar. 55-ci ayəni dördlük cədvəlinə yazıb yanında saxlasalar ilanlardan qorunar. 56-cı ayəni yanında gəzdirən şəxs möhtac olmaz və zalimin əlinə düşməz. Kim 57-ci ayəni yanında saxlasa, ömrü və malı bərəkətli olar. Kim 58-ci ayəni həmişə oxusa, şəhidlərin savabından bəhrələnər, ömrü uzun olar. Hər kəs cümə axşamından başlayaraq 15 gün müddətində hər gün 818 dəfə oxusa hacətinə çatar. Eləcə də hacətdən ötəri dəstəmazlı halda bir dəfəyə və diqqətli 1479 dəfə oxumaq lazımdır. Kim davamlı olaraq 59-cu ayəni oxusa 1000 Qur'an oxumuş kimi sayılar. Yəni savabı çox olar. Cəmaatın nəzərində əziz və hörmətli olmaq üçün 60-cı ayəni cədvələ yazıb yanında saxlamaq lazımdır. Kim 61-ci ayəni oxusa həmzallıq ondan qorxar. Yəni cinlər, şeyatinlər ondan uzaq gəzər. Hər kəs davamlı olaraq 62-ci ayəni oxusa nicat tapar və cənnətə gedər. 63-cü ayəni məyyidin kəfəninə yazsalar əzabdan və qəbr sıxıntısından qorunar. Dünya zərərlərindən qorunmaq üçün 64-cü ayəni oxumaq lazımdır. İshala qarşı mədəni, yəni pozulması, qarın ağrısı 65-ci ayəni yazıb suyunu içmək lazımdır. Tənəffüs xəstəliklərinə qarşı 66-cı ayəni yazıb yana bağlamaq lazımdır. Şeytanın vəsvəsəsindən ötəri hər gün 3 dəfə 67-ci ayəni oxumaq lazımdır. Əgər bir nəfər çox qusursa, yaxud quluncu varsa bu və sonraki ayəni yazıb suyunu içsə sağalar. Fəqirliyi aradan aparmaq üçün, yəni kasıbçılığı aparmaq üçün hər səhər 68-ci ayəni oxumaq lazımdır. Və mən nüəmmirhü nünəkkisü fil xəlqi əfəla yəqulun. Göz ağrısı üçün 69-cu ayəni 70 dəfə oxuyub gözə üfürmək lazımdır. Və məəlləmnahu şeğrə və ma yənbəğilahu inhu və illa zikrun və Qur'anun mübin. Sidik kisəsindəki daşlara qarşı 70-ci ayəni müşk və zəfəranla yazıb suyunu içmək lazımdır. Vərəmə qarşı 71-ci ayəni 3 dəfə yazıb suyunu içmək lazımdır. Qadınların və heyvanların südünün çoxalması üçün 72-ci ayəni yazıb onlara bağlamaq lazımdır. Və zəlləlnə halləhəm fəminhə rəkubuhum və minhə yəkulun. Uşaqların ağlağan olmasına qarşı 73-cü ayəni yazıb bağlamaq lazımdır. Və ləhum fiha mənafiü və məşaribi əfəla yəşkurun. Cüzam və xora xəstəliklərinə qarşı 74-cü ayəni yazıb suyunu xəstənin üstünə səhmək lazımdır.
75-ci ayəni məyyidin kəfəninə yazdılar, qəbr əzabından qorunar. Və la yəstətiğunə nəsrəhum və hum ləhum cundun muhzərun. Övlad istəmək üçün 76-cı ayəni cədvəl şəklində ceyran dərisini yazıb yanında saxlamaq lazımdır. Qəşq etməyə qarşı 77-ci ayəni qara pambıq parçaya yazıb yanında saxlamaq lazımdır. Həzrəti Əli əleyhissalam buyurub, diş ağrısı üçün 77-ci ayədən axıra qədər tainki əlim ayəsini yazıb boynundan asmaq lazımdır. Və ləhu ma səkənə fil ləyli və nəhari və huvə səmiül əlim. Huysuzluğa qarşı 78-ci ayəni 70 dəfə oxuyub yanında saxlamaq lazımdır. Və zərəbə lənə məsələn və nəsiyə xalqəhu qalə mən yuhyil izamə və hiyə rəmim. Göz ağrısı üçün 79-cu ayəni yazıb yanında saxlamaq lazımdır. Qul yuhyihəlləzi ənşəəhə əvvələ mərrətin və huvə bi kulli xalqin alim. Düşməni dəf etmək üçün 80-ci ayəni pak gilə yazıb suya atmaq lazımdır. Əlləzi cəqələ ləkum minəşşəcərl əqzəri narən fəizə əntum minhü tuqudun. Düşmənin gözünə görünməmək üçün 81-ci ayəni oxumaq lazımdır. Qırmızı yelə qarşı 82-ci ayəni kağıza yazıb ora bağlamaq lazımdır. Ora yazıb da oranın adı nədir yazılmayıb. Hacətlərin yerinə yetməsi üçün 83-cü ayəni oxumaq lazımdır. Fəsubhanəlləzi biyədihi mələkutu kulli şeyin və ləy turcam. Burada yazılanlar kitabın sonunda belə yazıb. Zadül Məad kitabındandır. Lakin Yasin surəsinin xüsusiyyətləri deyilənlərdən də çoxdur. İmam-ı Sadiq əleyhissalam belə buyurmuşdur. Yasin Qur'anın qəlbidir. Onu oxumaq, qorunmağa, ruziyyət, cənnətə daxil olmağa səbəb olur. Zalimlər arasında ayrılıq salmaq üçün su tökülməmiş dolçaya 41 dəfə Yasin surəsini oxuyub, onun içinə üfürmək və yerə vurub sındırmaq lazımdır. Amma belə şeylər etmək düzgün deyil də, yəni günahdır. Çalışın həmişə savab işlərlə məşğul olun. Bundan da Yasin surəsinin, yəni fəzilətləri, yəni hansı ayənin hansı işlərdən ötəri lazım olmasının, yəni burada kitabda yazılanları sizə oxudu Allahın izni ilə. İndi isə gecəz xeyrə qalsın, yuxunuz şirin olsun, Allah amanında olun. Yenə də deyirəm, əgər belə məsələlərə ehtiyacınız olsa, Allahın izninə az çox, yəni mənim əlimdən gəlir, əlimdən gələn qədər sizə kömək edərəm. Heç olmazsa o xətm yolu ilə elə dualar var ki, onları təkrarlayarsınız, deyərsiniz və istəkləriniz hasil olar Allahın köməyi ilə. Əslində həyatda təcrübə olunmuş dualar da çoxdur. Amma gərək onları, yəni yolların, qaydaların biləsən. İnşallah yaxşı olar. Allahın köməyi ilə Allah amanında qalın. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.